Ceyhun 19 yaş tamamlananda öz doğum günündə şəhid olub. Füzuli rayonu Aybasanlı kəndində. Ceyhun çox təmiz, səliqəli bir uşaq idi. Hələ Gültəpə kəndində bu oturduğumuz evdə anadan olub Ceyhun. Məktəbdə hələ kənddə qurtarmışdı və Tüləkəran Alekseyevka məktəblərində oxuyub tibb kollecinə qəbul olmuşdu. Qubanın tibb kollecindən də əsgərliyə yola düşmüş və şəhidlik zirvəsinə ucalmışdı. Bizim şəhidlər hər biri qəhrəmandır. Heç bilmirəm nə deyim əslində qalanda. Tibb kollecinə qəbul oldu məktəbə. Şad oldu, şən oldu. Orada da uşaqlar xətrin, müəllimlər xətrin çox istəyir, gəlib məni söhbət eləyətdilər da. Əsgərliyə edib gəlib davam etdirəcəm. Getdi, müharibə başladı. Orada o üçün tort kəsdilər. Yaxşı qarşıladılar, yaxşı yol saldılar uşaqlar da. Çox mərd, cəsur oğlan idi. Çox təşəkkür edirəm Səhiyyə Həmkarlar İttifaqlarına. Çox sağ olsunlar, var olsunlar. Həmişə yadlarındayıq. Bütün şəhidlər bizim qəlbimizdədir və heç vaxt unudulmaz şəhidlərimiz. Siz də çox sağ olun, var olun. Minnətdarım.